Qızlar, salam aleykum. Hər vaxtınız xeyirli, bərəkətli olsun. Kanalıma xoş gəlmisiniz. Çoxdandır ki, video paylaşmırdım, amma bu günləri sizin üçün kənd videosu hazırlamışam. Videonun başlığından gördüyünüz kimi, bugünkü vlogda kənd barədə olacaq. Video 2 hissəli olacaq. Çünki çox uzun oldu, nə qədər çalışdım, qısa tutum, heç cür alınmadı. Ona görə videonu 2 yerə böldüm. Bugün sizə birinci hissəni göstərəcəm. Burada da gördüyünüz kimi evin hər tərəfini yoxlayıram. İşıqları, qazları, nə bilim suları, nəsə açıq qalıbsa onları bağlayıram. Bacım da gəlib bizdə qalmışdı axşamdan. Çünki bacım, mən, anam gedəcəyik kəndə inşallah. Yoldaşım bizi avtovağzala yola salır. Oradan da kəndə yola salacaq inşallah. Kəndə getməyimizin əsas səbəblərindən biri də videonun içində də dəfələrlə bunu demişəm. Bağı, həyəti təmizləməkdir. Çünki biz payızdan bu tərəfə demək olar kəndə gedə bilmədik. Cəm bircə dəfə mən getmişdim kəndə yanvar ayında. Onda da getdim, gördüm ki, bağlar, bağ, həyət çox pis gündədir. Hər tərəf yarpaqdır və fikirləşdik ki, vaxtında gedib o yarpaqları oradan təmizləmək lazımdır. Çünki bugün sabah artıq otlar uzanacaq və sonra demək olar ki, təmizləmək olmayacaq o yarpaqları. Həm də bir növ artıq Allahın izni ilə tətillər yaxınlaşır. Yəni əsas uşaqların, yəni məktəbi inşallah ki 2 ay qalıb bitsin. Biz də Allahın izni ilə kəndə getmək istəyirik. Ona görə də dedik elə həyət bacanını indidən təmizləyək. Evi də sonra gedib artıq tətilə yaxın bir vaxtda Allahın izni ilə təmizləyərik. Bilirəm ki, çox insan sevmir kənd videosunu. Ona görə bəri başdan deyirəm ki, burada sadəcə kənd haqqında olacaq, nə bilim, bağ, həyət, yarpaqlar, pişiklər. Yəni sadə, bildiyiniz ən sadəsindən, heç bir orada artistlik eləməmişəm, heç nəyi təmizləyib sonra çəkməmişəm. Necə var, elə hər şeyi göstərmişəm. Yəni kimə ki bu cür videolar maraqlı deyil, indidən videonu tərk edə bilərlər. Amma kimlər ki mənim kimi kəndi sevir, onlar izləyə bilərlər. Həm də ki, kimlər ki beyinlərini sakitləşdirmək istəyirlər, relaks olmaq istəyirlər, onlar da məsləhət görürəm ki, izləsinlər. Çünki videoda o qədər gözəl kənd səsləri var ki, quşların səsi, xoruzların səsi, yəni ümumi kəndin özünün səsi videodan belə insana çox huzur verir. Deməli, biz Qusar rayonuna yollanırıq. Kəndin adını demək istəmirəm, buna öz səbəblərim var. Düşünürəm ki, bu heç lazım da deyil. Əsas yəni bilin ki, Qusar rayonudur. İndi kimlərsə tanıyarsa tanıyar, amma zəhmət olmasa rəylərdə yazmayın. Bunları bildirmək istəmirəm. Bu cür şeyləri mən təhlükəsiz saymıram. Ona görə də burada artıq bilirəm ki, kəndin adını falan sizlərə deyim. Videonu da əziz xanımlar sona kimi izləsəz, yəni like qoysanız çox sevinərəm. Çünki çox əziyyətlə çəkmişəm videoları. Təsəvvür edin, o qədər işin gücün arasında mən əlimə kameranı alıb video falan çəkmişəm. Ona görə də əziyyətimin bəhrəsini görəndə çox sevinirəm. Çünki axır vaxtlar baxıram ki, baxış sayları çox aşağı düşüb. Ona görə dəstəyiniz çox vacibdir ki, həvəslənim, yeni videolar sizlər üçün çəkim. Axır ki gəlib çıxa bildik kəndə. Hər şey külək dağıdıb, küləklər olub, şifrləri falan hamısını dağıdıb. Gəlmişik bağı əl gəzdirək. Görürsünüz hər tərəf yarpaqdır. Əsas yarpaqları gəlmişik ki təmizləyək. Nə qədər otlar böyüməyib. Baxın, otlar hələ qısadır. İndi bir müddət sonra, hardasa bir həftəyə, 2 həftəyə buranın tam ot basacaq. Ona görə biz dedik tez gələk. Bunları təmizləyək. Həyət olsun tərtəmiz. O qədər gözəl hava var bu maşallah. Göyə baxın. Gülləri gedəndə təmizləyə bilmədik. Ona görə belə hər tərəf baxın nə qədər yarpaqdır. Ortalıq hər yer yarpaqdır. Anam, mən, bir də bacım gəldi. Ha, qonaqlarımız gəldi. Məsilərim gəldi, məsilər. Nə idi bu, bunun balası? Yem gətirmişəm sizə, birazdan yemimizi verərəm. Hər şey yerbəyer eləmək lazımdır. Bu da bizim navesli, damaltı. Burada yayda iş gördüyümüz yerdir. Təmizləmək lazımdır hər yeri. Baxın necə tanıyırlar. Bu bizim Alice'dir, Alice. Obislərin hələ bunlardan əlavə 3-4 dənəsi də var. 3 dənəsi də var, onlar da gəlməlidir.
Bu burada qonşuda qalır. Yayda bura propiska olur biz gələndə. Bu dişidir, bu erkəkdir. Amma iş çoxdur. Buraları çox da nəsə eləməyəcək, çünki bura artıq gələnə yaxın buraları artıq təmizləyəcəyik. Əsasən yəni işimiz yarpaqlarlandır. Çünki vaxtımız azdır, 2-3 günlüyünə gəlmişik. Bu boyda bağın hamısını baxın təmizləmək lazımdır. Belə. Gedim görüm evdə vəziyyət necədir. Əvvəl bu məhsillərə yemək verim. Qazın açarı orada olmalıdır. Ya. Bu da bizim öydür, öy. Buralarda olmalı değil ki. Yaxına qoymuşum ki. Baxım görüm ev nə vəziyyətdədir. Və bizim koridordur. Belə qışda gəlmişdik, qoyub getmişik. Amma ev soyuqdur, buz kimidir. İndi qazı qoşacağıq inşallah. Və bizim xudmani evimiz. Əsl kənd evidir. Baxın, burada döşəklərimiz yığılır. Yayda burada yer yatağı açırıq, uşaqlar hamı. İndi qazı qoşacağıq. Bacım qazı açsın. Pərdəni də açın. Baxın, belə. Mən buranı o qədər sevirəm ki, o qədər mən buranı sevirəm. Biz buradan, təsəvvür eləyin, artıq 40-a yaxın yaşımız var da, bacım da, mən də. Amma hər biz buradan gedəndə ağlaya-ağlaya gedirik. Uşaqların vecinə də deyil. Onlar baxmayaraq ki, hər yay onlar da burada olurlar. Amma biz hər dəfə buradan gedəndə ağlayırıq. Gedim o bir otağa. Maşallah şeylər o qədər yoxdur. Adətən belə hörümçək toru falan olur. Amma bir dəfə o qədər də yoxdur. Bu da bu bir otaqda. Oy, üzümə hörümçək toru gəldi. Oradan buradan var ki, baxın. Burada soyuducudur, burada yenə çarpayıdır. Elə gözəl iyi var burada. Əsl kənd evinin iyi gəlir. Pəncərə. Kəndin ən gözəl xüsusiyyətlərindən biri də kənd evlərində. Baxın bu pəncərələr, dərin pəncərələr. Burada yayda, bura bizim bayırda mətbəxdir. Burada işlərimizi görürük. Və o bir kanaldan məni izləyənlər, onlar yəqin bilirlər, tanış gələrsə. Çünki burada 3-4 dənə vlog çəkmişdim mən o vaxt kənddə. Yəni belə güclü bir dəyişikliklər yoxdur. Qəşəng çörəklər almışıq. Çörək almışıq, bir də birisini almışıq. Ballar aldıq. Birin 1 manata satırlar, bahalaşıb. Keçən yay biz bunları 70 qəpiyə alırdıq. Bunlar bilirsiniz, bilmirəm buna, yəni siz tərəfdə bizdə ləzgilərdə, toylarda pişirirlər, əvvəllər pişirirlər, hətta xərəkdə pişirərdilər bunu. Bu içi qoz ləpəsi iləndir, o qədər dadlıdır ki, yəni şəkərbura, paxlava bunun yanında artıq biz onları unuduruq. Bu bir nömrədir. İçi qozla olan qoğallar. Biz özümüz də pişiririk, amma bu dəfə artıq dedik alaq gətirək. Burada da isti-isti çörəkdir. Belə oradan özdə şeylə, odun xərəyinə əlim çəkilir, çox toxunmaq istəmirəm. Onu da buradan çıxartmaq lazımdır. İsti-isti qaynar-qaynar almışıq, istanıb paketdə. Bu da xərək çörəyidir. Yəni dediyim kimi odun xərəyində pişib, yəni qazla pişməyib. Belə indi yavaş-yavaş paltarımızı dəyişək. Çayımızı falan qoyaq, isidək, bir stəkan çay içək. Sonra yavaş-yavaş başlayaq işlərimə. Qoşdun qazı, qoşa bildin. Niyə? Hava çıxır. Keçən məndə bir ton hava çıxmışdı. Buranı ucu bağlayaq da havası dəyişdi. Qazımızı da qoşduq. Qoşduq qazlı içində sipçika çöpləri var. Mən artıq paltarımı dəyişdim, raboçi formamı giyindim. Birinci növbədə məhsillərə yemək vermək. Gəlin görüm, gəlin. Gəlin, məhsillər. Təmiz bir yerdə verin burada. Dayan. İmkan vermirlər ki, buna bir normal bir şeyin içində. Hə, ye. Məhsillər.
Qızlar kənd səsini qulaq alsın. Baxın. Baxın, xoşbəxtlik baxın budur. Mənə görə xoşbəxtlik budur. Görürsünüz, huzurlu, sakit. Görün nə qədər iş var, baxın. Bu zaboru mən düzəltmişdim. Aşırdı külək. Gəlmişəm su başına. Yumaq lazım, tozunu. Buranın da nə gündədir, buna baxın. Bu pas buradan axıb 100%. Xarab olub bu, hər şey. İstifadə olmayan da hər şey xarab olur. Çaydanı yuyum. Çaydanı yudum, düz lap belə tərtəmiz yumadım. Hava soyuqdur. Belə işlərlə bu dəqiqə bizim məşğul olmağa vaxtımız yoxdur. Bunların hamısını inşallah ki, yayda havalar isinəndə gələndə tərtəmiz hər şey yumaq. Belə təmiz deyə, prosta belə suyun daşı falan, pastanla sürtmək lazımdır. İndi bir dənə çay qoymaq istəyirəm, tez bazar biraz isinək. Gəlin o qapağı tut bunun altına, yaxalayım. Üstünü. Qoy bura. Məsələrə bax, yemək yeyiblər, yenə istəyirlər. Kənd pişikləri görməmiş olur. Yeyirlər, doymurlar. Gedək çay qoyaq. Bu dəfə əsasən bizdə çöl işlərinə məşğul olmağa gəlmişik. Keçən öv yoldaşımla gəlmişdik biz. Yanvarda. Onda nəsə elədik, qazın üstündə silə bilmədik. Hava o qədər soyuq idi ki, həm də tələsirdik. Bir günlük ya 2 günlük gəlmişdik. Dedim, eybi yox, qalar. Belə ortalığı yeri zadı silib getmişdik. Bura baxın. Həm yuxarıdan nəsə tökülüb, istifadə olunmadıqca buranı təmizləmək lazımdır. Bundan sonra bir əski çəkərik. Hələ ki, bizə çay lazımdır. Bacım evi toz soğanlayır. Azı qoşdum. Elhamdülillah. Bunu da yumaq lazımdır. Burası küləklidir. Bu gün külək var havada. Adətən kənddə külək olmur, amma yəni küləklidir. Buranın gününə baxın. Bu küləyin altını baxın. Çöldə qalıb deyə belədir. Yəni hələ ki dəymirik. Hələ ilk işimiz evi girləsi hava salmaq, bir də çay qoymaqdır. Ki çay içək. Ona görə də buranın işinə sonra baxacağıq. Yəni bəziləri yazmasında biz də bilirik, çirklidir. Ona görə deyirəm ki, yəni çöldə olan şeydir. Bir çaynikı yuyacağım sizsiz. Sonra çay dəmləyəcəm. Biraz abra saldım, yudum. Səndə mən biz keçən dəfə yoldaşımla burada samavar qaynatmışdıq. Bunu da qoymuşduq onun üstünə. Bütün görürsünüz altı qaralıb. Artıq bu uzun məsələdir. Bunlar da qırırlar bir-birlərini bayaqdan. Yəni bunu təmizləmək biz uzun məsələdir. Mənim də əlimdə də yara var. Yəni pastalamaq falan, pastala yumaq lazımdır. Ona görə artıq dərinə getməyəcəm. Nəysə bunu inşallah ki yayda havalar isinəndə gələndə bunu qəşə-qəşə sürtərik. Hava var ya qazlı. Hava çıxan kimi. Neyse. Bunu yapmışam. Bacım tripod rolunu oynuyor. Bu dəmlənsin. Əslində otağı da qoya bilərdik. Bunu da aparıb qoyacağım, otaqda isti qalsın. Bacım hər yeri qəşəng toz soranladı. Dib köşə. Burada qalsın isti. Vaxtımız çatsa, çatdıra bilsək kabab, biraz ət almışıq. Kabab çəkmək istəyirik. İnşallah çay dəmlənsin. Qoğalla qəşəng çay içək. Çok şeydir ya. Kərpicin üstüne koyun. Ev o kadar uyutma oldu ki. İsinəndən sonra. Sobanın səsini yəqin eşidirsiniz də.
Bu indi odun sobası olsaydı lap super olardı. Mən bizdə qaz sobasıdır. Evi gələn kimi nə günü qoyduq. Hər yer tərtəmiz idi. Dağıtdıq, tökdük hər şeyi. Çay hazır olan kimi indi buranı istəyirəm yığışdırım. Burada oturaq. Hava nə qədər imkan verir. Çayımızı burada içək. Məsilər. Vəhşilər. Bunlara bax. Aliş. Bu adı Alişdir. Bu adı Kisadır. Uşaqlar qoyub atları bunlara. Uşaqların bura gələndə hərəsinin bir dənə pişiyi var. Bu ikisi mənimkilərin pişiyidir. Bacımın uşaqların pişikləri hələ gəlib çıxmayıblar. Onlar qara rəngdədir, ağ-qara rəngdədir. Bunlar bizimkilərdir. Küləyə apardı yenə. Neyse bilmirəm, yəqin tripod gətirməmişəm qızlar. Dəqiqə başı zəhləsini tökürəm ki, mamanın zəhləsini, gəl bacımın zəhləsini tökürəm ki, mənə şey eləsinlər, tripodluq eləsinlər, mənə çəksinlər. Necə unutdum, onu gətirmədim. Qoyum hələlik, belə çətindir iş görmək. Mən buranı siləcəm, təmizləyəcəm. Hə, nə olub? Nədir? Nədir? Hə, nə istə? Bunlar bilsin niyə belə qaradılar. Sobaya şeylərə girirlər, turbaların içinə girirlər, isinmək üçün. Kəndlərdə, qışda soyuq olanda, qışda da olurlar da, oralar isti olur. Ona görə belə qaralırlar, zaqar elib çıxırlar həmişə oradan. Axır ki, ürəyim dözmədi. Buranı belə təmizlədim. Baxın, bu biliznanla təmizlədim. Amma pastakiləri qaldı. Yəni belə şatqanla təmizlədim. Buranı yaxşı sürtmək lazım. Buranı inşallah Allahın izinə yayda gələndə o məndəki o vasitəylə pası yəni ancaq o aparır. İnşallah onu da yaxşı təmizləyir. Amma belə tozunu, palçığını falan hamısını şükür təmizlədik. O qədər yorğunuq qızlar, o qədər yorğunuq. Yəni belə işlərlə bu dəqiqə məşğul olmağa hal yoxdur. Yol yorğunu yox, özümüz də gecə yatmamışıq. Mən ümumiyyətlə səhər bir yerə yola çıxacağam deyəndə gözümə bir damcı mənim gözümə yuxu getmir. Eynən də bacım da, anam da bizi kimi yəni yata bilmirik. Bir yerə gedəcək deyəndə narahatçılıqla yata bilmirik. Ona görə də həm yorğunuq, həm yeməyi də hazırlamaq lazımdır. Bir stəkan çay içək, biraz toparlanaq. Sonra yavaş-yavaş, yəni harası 2 gün ya 3 gün vaxtımız var. Baxın, əsas iş budur. Yəni gəlməyimizin səbəbi, baxın bu yarpaqlardır. Bunlar hamısı təmizlənməlidir. Çünki bu təmizlənməsə yayda buradan fındıq yığmaq qeyri-mümkün olacaq. Baxın belə. Xoruzların səsinə bax. Həyat bu deyə, inanırsınız. Mən anlamıram da, kənddən bəzi insanlar var, kənddən şəhərə köçənlər, kənddəki evləri qoyub. Bu həyatı necə sevməmək olar? Bilirəm, çətinliyi var, bu, bilirəm. Amma ki, soramla. Axır ki, oturduq çaya, şükür Allaha. Çayları qoyduq. Konfetlər burada, karamellər, hər şey kənd variantı. Yəni, bərbəzək, bunların hayında deyilik. Yorğunuq hamımız, qoğalları qoymuşam, kürəyi qaldırırıq kulyonkanı. Bacım yedi, dadına baxdı. Dabro verdi, dedi ki yaxşıdır, yemək olar qoğalları. Bəh, nə qəşəng iyi çıxdı. Kimsə xərək çörəyi pişirir, odun iyi çıxdı. Bu da bizim məhləmiz. O qədər gözəl iylər var qızlar. Odunun iyi qarışıb, nə bilim, təzə iyinə. Deyəcəksiniz, bu dəlidir nədir? Mənim ən çox sevdiyim. Bu arada arxlarımıza da su gəlib. Baxın, bəh. Bura yayda o qədər gözəl olur, yamyaşıl. Burada da baxın, görürsünüz, buradan telefonla bilinmir. Yəni bu bağdır, aşağıdır, oradan sonra belə yuxarı, oradan sonra aşağı, oradan yuxarı. Yəni dərə təpə. Oralar zəmilərdir. Yayda hamısı zəmi olur orada, sapsarı. Kombayn falan işləyir orada. Buğda biçəndə. Baxın. Suyun səsini qulaq asın. Sadəcə ən çox üzüldüyüm bir şeydir ki,
İnsanlar təbiətin qədrini bilmirlər, heç nəyin qədrini bilmirlər. Ən təəssüflüsü də odur ki, yəni kənd cəmaatı da. Baxın, görürsünüz plastik paketlər, nə bilim, buranın meşəsini görəsiniz nə gündədir. Əslində buna bələdiyyə cavabdehdir, təqsir bələdiyyədədir. Ümumiyyətlə, bura zibil maşınları ayrılmalıdır, falan, gəlib götürülməlidir. Cəmaat aparır, pampersdir, butulkadır, falan da hamısını buradan atırlar meşəyə, meşələr nə gündədir. Yəni zibillik olmayanda, biz misal üçün bura gələndə yayda yandırılası nə varsa hamısını yandırırıq, çürüdüləsi şeyləri, yəni çürüdürük, tərəvəz meyvə, plastik, belə dəmir, köhnə belə şeylər yığırıq paketlərə. Özümüzlə gedəndə aparırıq, oradan yol üstü hansısa bir zibilliyə atırıq. Yəni buralara heç vaxt mənim ən nifrət elədiyim şeydir yerə zibil atmaq, ən nifrət elədiyim. Uşaqlar da demişəm, sizin əllərinizi yandırırım. Əgər məndən xəbərsiz harası zibil atasız, mən görmədiyim vaxtı. Yəni həmişə deyirəm ki, nə zibiliniz olsa qoyun cibinizə, gətirin evə. Evə tullayın. Baxın belə, görün necə pis görsənir. Yəni yaşıl təbiətdə belə plastiklər. Bağ da doldu bu dəqiqə, bilmirəm, itlər gətirib yəqin hardansa. Buna baxın, görün necə baxın pis. Bu nədir bax? Yaşıllıq, yamyaşıl ortam. Baxın butulkalar, nə bilim nə, insanın necə əli gələr, baxın. Demirəm, tək kənd cəmaatı eləyir, şəhər cəmaatı da eləyir. Amma ki, nə bilim, insan gərək bu təbiətə duyarlı olsun da. Baxırsan ki, o qədər gözəldir ki, yayda hələ o qədər gözəl, bu meşəsi o qədər gözəldir. Yəni, bu gözəlliyi necə insan çirkləndirə bilər? Yəni, başa düşərəm, çürüyən nəsə olsa, tərəvəz, meyvə atılsa, yəni o bilirəm ki, çürüyür gedir. Amma bu plastik çürümür axı. Bu 100 illərlə qalır. Nə bilim, 100 ilə, 200 ilə çürüyən şeylərdir bunlar. Ona görə çox təəssüf ki, baxın belə hər bir bütün ekologiyanı insanlar özləri məhv edir. Okeanlarda plastik sonra balıqların qarnında, o balıqlar da bizim qarnımızda. Yəni özümüz düşünün ki, onlardan götürdüyümüz fayda nədir? Yəni quşlara ziyan, hər şeydə. Yəni insan, bir sözlə insan hər şeyə zərər vurur. Sanki bu dünyanın bir nömrəli düşməni insandır. Baxın qızlar. Ağacı baltalayırıq. Kənd cəmaatı deyir ki, bu yazda belə baltalayanda yaxşı bar gətirir. Biz ona görə baltayı deyəsin çox yuxarıdan yersən, biraz aşağıdan inin. Baxın belə. Şey var yenə. O da bizimdir. Getdik. Görək. Hə. Vur igidim, vur. Bismillah deyib vurardım. Gəlmişəm, baxın. Görüm, hovuzda su qalıb ya yox. Arxlar təmizdir. Var, maşallah su var. Dolu dağızda kimi. Bunun hamısı baxın. Bura bu hovuzdur. Yəni içində içməli su. Arxdan gəlir dağ suyu. Yığılır içinə. Bizdə yəni kənddə hamı belə edir, kənd cəmaatı. Baxın bu hamısı belə, bu boyda hovuzdur. Buradan düşüm uşaqlarım yerlənçəyinin yanına gedirəm. Bilirəm, çoxlarına maraqlı olmayacaq. Çünki çox insan o qədər də xoşlamır belə kənd videoları. Nə bilim, torpaq, təbiət, belə videolar o qədər çox adam xoşlamır. Nə bilim, onu da, artıq buna da həvəskarlar baxar da məni kimi. Kimlər ki sevir. Bura yayda, qızlar, burada bu yer, uşaqlar burada səhra düzəltmişlər də. Yəni o qədər ayaqlarla bura vurmuşlar ki, bura baxın belə splaşnoy hamısı belə qum idi. Bir dənə ot deyilən şey burada qalmamışdı. Elə gedəndə heç açmadıq yerlənçəkləri. Gilas ağacıdır, burada belə bağlamışdıq. Yəni günləri burada keçirdi də bu uşaqların. Bütün günü baxın burada. Bacım işə başlayıb. Halbuki hamımızın yuxusu gəlir. Heç birimiz yatmaq istəmirik ki, yatarıq, günümüz gedər də. Günə heyfimiz gəlir. Təsəvvür edin, onu yuxuyla yuxuya vermək istəmirik günü. Gəlin mən də yavaş-yavaş başlayayım onda iş görməyə. Dırmıq almışıq.
veya bazardan. Ona qulp taxmaq lazımdır. Çünkü burada bir dənədir. Bunu almışıq. İndi buna qulp taxmaq lazımdır. Görün buna nə uyğun gəlir. Barjın başlayıb işə. Aha. Bu da bir növ motivasiyadır. Böyle bir uzun çubuq tapdım. Saplığı da sap. Ama ucu biraz qalındır. Biraz balta ilə ucunu düzəldəcəm, taxacam buna. Uzunluğunu da azaldaram yəqin, kəsərəm biraz. Çox uzundur. Keyfim də gəlir əslində bunu da şey eləmək. Bəlkə bunu kəsməyim. Başqa var. Qəşəng uzundur, nə bilim. Nə? Yox, onsuz da orada qalıb quruyub gedəcək. Eyb yox. Bundan düzəldim. Gör nə qəşəng oldu təmizlənən yer. Allahım. Ucunu düzəltdim. Qaldı mişar aparmaq. Mişar. Belə qapma qarşıqdır. Hər şey belə atıb getmişik. Necə paslanıb bu. Çox qəşəngmiş oldu bu əslində. Gedəyirəm iş görməyə. Всё, dırmıq hazırdır. Kəsdim. Düzəltdim. Şimdi başlayaq işə. Ay, mən gərək bu hissəni eləyim. Bura mən girişim gərək. Ağır artilleriyanı çıxartdıq. Hardan gedirsən? Yuxarıdan. Aradan girə bilmirsən? Tökdük bura. Mən də gedim öz işimi görüm. Çoxdur belə iş göründə özümüz çəkə bilmirəm. Şalvarda yox ona görə. Yəni yuxada burada iş görmək olmur. Mənim zonam buradır. Buna baxın qızlar. Görün necə batıb. Qızıl gülün tikanı batdı bu dəqiqə. Od qoyur, od. Oy, necə pis batıb. Vay vay. Uf oldu, uf. Bu hissələr təmizlədim. Şimdi mən bunları aparıb boşaldacağım. Neyse artıq çox çəkməyəcəm. Telefon zatkası da azdır. Yəni bu həyəti tam təmizləyəndən sonra son görüntünü çəkərik. Sabah da inşallah keçərik yəqin bağa. Yəni bu hissələr çək, buralar nə gündədir? Əvvəl və sonra görsünlər. Bu yeridir buralar. Ora kimi bugün inşallah bu hissələri təmizləyəcəyik. Baxın buradan belə. Bağa sabah inşallah keçəcək. Əsas bu həyətdir boyu təmizlənməsi. Deməli, bu hissəni tam təmizlədik. Baxın. Bu hissəni təmizlədik. Buralar neçə araba apardıq, yandırdıq. Hamısını daradıq. Burada yarpaq qalmayıb. Burada hər yer gül kimi. Quşun səsini də eşidirsiniz də axşam-axşam.
cüyülür. Baxın. Kızlar artıq axşamdır. Mən biraz mürgülədim, udurdum. Dedim gözümün açısını alım. Çünki artıq yıxılırdım. Ayaq üstə dura bilmirdim. Bir 20 dəqiqə falan göyə yatdım. İndi bacım yatıb. Burada belə tonqal qalamışam. Əti hazırlamışıq. İnşallah kebab çəkmək istəyirik. Manqal ərinirəm manqalı çıxartmağa. Düz deyil, biz əslində yayda belə edirik. Yəni dəmirin üstündə qalırıq. O tərəfdən belə kərpici qoyuruq, elə onun üstündə tez bazar pişiririk. Burada biraz da taxta qoyacağım. Bunları yayda sındırıb mən qoymuşdum. Böyle paketin içine yığmışdım buradaki taxtalardan. Biraz da taxtadan da qoyum belə. Köz çox olsun. Ət o qədər də çox deyil, 3 nəfərik. Belə qoyam, yansın, tökülsün. Axşam vaxtı göstərim sizə buraları. Həyəti bugün yarısını elədi. Mən bir yağı yatanda bacım deyəsən buraları da eləyib bu hissələri. Şeylərin, fındıqların güllərinə baxın, gecə görün necə görsənir. Səhər belə bilinmir, amma gecələr baxın işıqda. Belə görsənir hamısı. Hava soyuqdur. Günorta yaxşı istəyir, amma indi soyuqdur. Adam çox barədə belə iş falan görə bilmir. Biz də axşam həyətin görüntüsü. Bunlardan köz olsun inşallah. Mama şişləri əti keçirir. Az qalıb. Hazır olur birazdan. Mən dedim ki, bunlar hamısı yavaş-yavaş gələcəklər. Gəl. Həmişə də gecə yarısı gəlirdi. Adını qoymuşuq Midnight. Hə, midiş. Bu qədər köz məncə bəs eləyər. Belə taxtalar qoydum, baxın belə ekstremal şəraitdə çalışacağıq. Bu kebabları çəkək. İndi ətləri qoydum. Əvvəl bunu pişirəcəm, sonra quyruğu qoyacağım. Çünki quyruğu indi qoysam yanacaq, alovlanacaq hamısı yağdan. Bizə bu qədər bəs eləyir planla. Hörümçək. Egzotika. Quyruqları da qoydum ki, köz qutarmamış, hamısı bir yerdə pişsin. Hə, qızlar, sizə dedim ki, baxın, millət yavaş-yavaş yığışır. Bu da gəldi. Əsas həyətin sakini budur. Sən də gəldin. Qıracaqlar bir-birini. Bunun uşaqlar adını, bu əslində qonşunun pişiyidir. Bunun öz adı var, bilmirik nədirsə. Bunun uşaqlar adını Maxwell qoymuşdular. YouTube'da baxıblar hansısa videoya. Orada Maxwell. Sonra adı Maxwell'dir. Uşaq vaxtı Maxwell deyirlər. Necə var elə oxuyurlar. Maxwell. İkisi x oxuyurlar. Sonra elə adı elə qaldı Maxwell. Sonra biz də qısaltdıq, oldu adı Maxı. Ondan sonra bu oldu bizim həyətin Maxısı. Maxı. Gör nə qəşəng tükü var bunun. Sənə də yemək verim. Gedişlə bunları çatdırıb bilməyəcəm. Gəl. Gəl bura. Pis pis pis. Ha. Pis 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 pis. Ala. Ye. O şeyler yandı, kebab. Başımızı qarışıb bunlara. Tək təmizdir. Ağappaq, qapqara buna bax. Smokingdir, smoking. Maxı. Super mangalımızı görürsünüz də. Quyruqlar pişdi. Bunun arasına qoymuşam. Tikələrini də pişməyini gözləyirik. Duraq gedək. Artıq demək olar pişib. Evet, yer süfrəsi açdıq. Tez bazar yeməyimizi yeyək.